Əs-Saf Səf surəsi Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Səbbəhə lillahi mə fis-səmavati və mə fil-ardı və huvəl-əzizul hakim. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. Ya eyyuhəl-ləzīnə əmənu limə təqulunə mə lə təf'alun. Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Kəbura məqtən indəllahi ən təqulu mə lə təf'alun. Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır. İnnəlləhə yuhibbullezîne yuqatilûne fî səbîlihi saffən kəənnəhum bunyanun mərsus. Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb, onun yolunda vuruşanları sevir. وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ لِمَ تُؤْذُونَنِي وَقَدْ تَعْلَمُونَ أَنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ. Bir zaman Musa öz qövmünə demişdi: Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə göndərdiyi elçisiyəm. Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini saptırdı. Allah fasiqləri doğru yola yönəltməz. وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا برسول يأتي من بعد اسمه أحمد فلما جاءهم بالبينات قالوا هذا سحر مبين. Bir zaman Məryəm oğlu İsa demişdi: Ey İsrail oğulları! Həqiqətən mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı Peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm. Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar, bu aşkar bir sehirdir, dedilər. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ الْكَذِبَ وَهُوَ يُدْعَى إِلَى الْإِسْلَامِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ. İslam'a dəvət edildiyi halda Allaha qarşı yalan uydurandan daha zalim kim ola bilər? Allah zalim adamları doğru yola yönəltməz. يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ. Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu tamamlayacaqdır. Huvellezî ersele rasûlehu bil-hudâ ve dînil hakk liyuzhirahu aled-dîn kullihi velau kerihel müşrikûn. Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədi ilə öz elçisini hidayət və haqq dinlə göndərən odur.
يا أيها الذين آمنوا هل أدلكم على تجارة تنجيكم من عذاب أليم Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? تؤمنون بالله ورسوله وتجاهدون في سبيل الله بأموالكم وأنفسكم ذلكم خير لكم إن كنتم تعلمون Allaha və onun elçisinə iman gətirin. Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir. يغفر لكم ذنوبكم ويدخلكم جنات تجري من تحتها الأنهار ومساكن طيبة في جنات عدن ذلك الفوز العظيم Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. وَأُخْرَى تُحِبُّونَهَا نَصْرٌ مِّنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ وَبَشِّرِ الْمُؤْمِنِينَ Sevdiyiniz başqa şey də vardır. Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ. يا أيها الذين آمنوا كونوا أنصار الله كما قال عيسى ابن مريم للحواريين من أنصاري إلى الله قال الحواريون نحن أنصار الله فآمنت طائفة من بني إسرائيل وكفرت طائفة فأيدنا الذين آمنوا على عدوهم فأصبحوا ظاهرين Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə Allah yolunda kimlər mənə köməkçi olacaq demiş, həvarilər də bizi Allahın köməkçiləri demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.